Bu videoda sizə yazacağınız layihənin məqsədi və gözlənilən nəticələr barəsində ətraflı məlumat verəcəm. Layihənin məqsədi layihənin başlıca istiqamətini və uğur meyarlarını müəyyən edən əsas amildir. Bu məqsədləri müəyyən edərkən bu məqamları nəzərə almaq olduqca vacibdir. Layihənin məqsədi dəqiq və konkret ifadə olunmalıdır. Məqsəd aydın və anlaşılıqlı olmalıdır ki, layihə iştirakçıları onun əhəmiyyətini və nə üçün həyata keçirildiyini başa düşsünlər. Məsələn, gənclərin liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi konkret bir məqsəd kimi qəbul edilir. Layihənin məqsədi realistik və əldə edilə bilən olmalıdır. Hədəflərinizə çatmaq mümkün olmalıdır ki, layihənin uğuru təmin edilsin. Məsələn, 2 il ərzində 500 gəncin liderlik bacarıqlarını artırmaq məqsədi realistik və ölçülə biləndir. Layihənin məqsədi ölçülə bilən olmalıdır ki, onun uğurunu qiymətləndirmək mümkün olsun. Məsələn, gənclərin ictimai fəaliyyətlərə qatılımını 20% artırmaq məqsədi həmçinin ölçülə biləndir. Layihənin məqsədləri müəyyən bir zaman çərçivəsində həyata keçirilməlidir. Bu, layihənin icra müddətini və nəticələrini ölçməyi asanlaşdırır. Məsələn, 1 il ərzində gənclər üçün 10 təlim keçirmək məqsədi vaxt çərçivəsi ilə məhdudlaşdırılmışdır. İndi isə biz sizinlə danışacağıq məqsədin vacibliyi haqqında. Layihənin məqsədi onun istiqamətini və strategiyasını müəyyən edir. Məqsədsiz bir layihə naviqasiya olmadan gəmiyə bənzəyir. Layihənin məqsədi onun uğurunu qiymətləndirmək üçün əsas meyar rolunu oynayır. Məqsədlər layihənin əldə edilə bilən nəticələrini qiymətləndirməyə və onların layihənin başlanğıcında müəyyən edilmiş hədəflərə nə dərəcədə uyğun olduğunu, belə desə, müəyyən etməyə imkan verir. İndi isə danışmalıyıq gözlənilən nəticələr haqqında, hansı ki, bu da layihələrin yazılmasında önəmli bir hissədir. Layihənin gözlənilən nəticələri onun icrası zamanı əldə edilə biləcək konkret və ölçülə bilən nailiyyətdir. Gözlənilən nəticələri müəyyən edərkən indi sadalayacağım məqamları nəzərə almağınız önəmlidir. Gözlənilən nəticələr konkret və aydın ifadə olunmalıdır. Bu nəticələr layihənin məqsədinə çatmaq üçün hansı nailiyyətlərin əldə olunacağını dəqiq göstərməlidir. Məsələn, 500 gəncin liderlik bacarıqlarını artırmaq konkret və aydın bir nəticədir. Gözlənilən nəticələr ölçülə bilən olmalıdır ki, onların əldə edildiyini müəyyən etmək mümkün olsun. Məsələn, gənclərin ictimai fəaliyyətlərə qatılımını 20%-ə artırmaq ölçülə bilən bir nəticədir həmçinin. Gözlənilən nəticələr reallaşdırıla bilən və əldə edilə bilən olmalıdır. Məsələn, 1 il ərzində 10 liderlik təlimini təşkil etmək reallaşdırıla bilən və konkret bir nəticədir. Gözlənilən nəticələr müəyyən bir zaman çərçivəsində həyata keçirilməlidir. Bu da önəmli bir faktordur. Məsələn, 2 il ərzində gənclərin liderlik təlimlərinə qatılımını 50%-ə çatdırmaq məqsədi vaxt çərçivəsi ilə məhdudlaşdırılmışdır ki, bu da onun konkretliyini bildirir. Nəticələrin vacibliyi layihənin gözlənilən nəticələri, layihənin uğurunu qiymətləndirmək və onun təsirini ölçmək üçün vacibdir. Dəqiq, konkret məqsədlər layihənin istiqamətini və strateji planını müəyyən edir. Gözlənilən nəticələr isə layihənin uğurunu qiymətləndirmək və onun təsirini ölçmək üçün əsas rol oynayır. Hər bir layihə onun məqsədi və gözlənilən nəticələri dəqiq və konkret şəkildə müəyyən edildikdə uğurla həyata keçirilə bilər. Layihələrinizdə uğurlar arzulayıram və izlədiyiniz üçün təşəkkür edirəm.